Kinomuzun gülpərisi, şıltaq aktrisa, tələbəsi ilə evlənən Süreyya Qasımova. Xarici Dillər İnstitutunun Alman Dili Fakültəsini bitirib. Gürcüstanın yeniyetmələrdən ibarət basketbol komandasının üzvü, sonra kapitanı olub. Azarkeşlər onu Tatar balası deyə çağırırdılar. Həm də gözəl səsə malik olan Süreyya xalq mahnılarını və muğamları mahir ifa edirdi. 1956-57-ci illərdə Bakıda keçirilən olimpiyadada birinci yeri tutub. Məlahətli ifasını dinləyən Şövkət Ələkbarova onu Balaca Şövkət adlandırıb. Bədən Tərbiyəsi İnstitutunda dərs deyəndə tələbəsi Neftçinin məşhur futbolçusu Kamil Aynullayevlə tanış olub. Onlar bir neçə il sonra evlənirlər və 2 övladları dünyaya gəlir. Süreyya xanımın rejissor Lətif Səfərovla təsadüfi görüşü onun Qızmar Günəş altında filmində çəkilməsinə səbəb olur. Ay kızlar, başlayın. Güllər, de gel. Artık gün oyandı, her tarafa boyandı. Derdimden neçə yola yanar, o da qalandı. Dağda qar severler, ağaçta da severler. Özüne çok güvene, üstüne yar severler. Ben gülem gülüzüm, belə hiç zaman solmaz. Benim kimi gözəli belə sevməmək olmaz, sevməmək olmaz. Qızmar Günəş altında Süreyyanın ilk filmidir. 1957-ci ildə Aygün, Kölgələr Sürünür, Yeni Il Gecəsi və s. filmlərdə baş rollarda çəkilir. Lakin Süreyya xanımın keçirdiyi ağır avtomobil qəzası kino karyerasına son qoyur. Qəzadan sonra ona nə qədər filmə çəkilmək təklifi gəlsə də razı olmur və pedaqoji fəaliyyətlə məşğul olur. O, həyat yoldaşı ilə cəmi 26 il birgə ömür sürüb. Həyat yoldaşı Kamil Eynullayev digər 11 qardaşının hamısı kimi şəkər xəstəliyindən dünyasını dəyişib. Xərçəng xəstəliyindən və qaraciyər sirrozundan əziyyət çəkən aktrisanın ölümündən çoxları məlumatsız olub. Allah rəhmət eləsin.